Heç düşünmüsünüzmü? Qaranlıq bir gecədə yolunu azan karvan üçün ən böyük xilas nədir? Yaxud ruhumuzun çıxılmaz döngələrində bizi əbədi xoşbəxtliyə aparacaq o işıq haradan doğur? Həzrət Əli əleyhissalam Nəhcül Bəlağanın 105-ci xütbəsində Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmi məhz belə vəsf edir. O hidayət atəşinin şölələrini elə alovlandırdı ki, ondan faydalanan hər kəs nicat tapdı. Elm və marif dağının zirvəsində bir nişanə ucaltdı ki, yolda qalıb sərgardan olanlar mənzil başına çata bilsinlər. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Allahın ən sadiq əmanətdarı, qiyamət gününün şahidi və bəşəriyyətə bəxş edilmiş ən böyük rəhmət payıdır. Bu xütbədə bir dua gizlənib. İlahi, bizi onun dostları ilə məhşur et ki, sabah huzuruna xəcalətli, peşman və yolunu azmış halda çıxmayaq. Bu sətirlər bizə xatırladır ki, əsl ucalıq onun qurduğu mənəvi binaya sığınmaqdır. Bəs biz bugün o uca binanın, o pak dinin harasındayıq? Sizcə müasir dövrün xaosunda yolunu azmış karvan olmamağı üçün Peyğəmbərimizin hansı xüsusiyyətinə daha çox ehtiyacımız var? Onun əmanətdarlığına yoxsa mərhəmətinə?